Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, bugün mən sizə böyük bir neymətdən, ata neymətindən danışmaq istəyirəm. Elə neymət ki, çox vaxt insan onun qədrini itirəndən sonra anlayır. Tək qalandan sonra necə böyük neymət olduğunu anlayır. Ata, Allahın yer üzündə insanlar üçün qoyduğu sipərdir. Ata təkcə evə çörək gətirən deyil, ata ailə üçün sipər, dayaq və təhlükəsizlik mənbəyidir. Ata varsa, insan özünü güvəndə hiss edir. Allah Azze və Cəllə buyurur ki, Rəbbin hökm etdi ki, ondan başqasına ibadət etməyəsiniz və valideynlərə yaxşılıq edəsiniz. Əl-İsra surəsi 23-cü ayə. Diqqət edin, ayədə Allah özünə ibadətdən dərhal sonra valideynlərə yaxşılığı zikr edir. Bu atanın və ananın dəyərinin Allah qatında nə qədər böyük olduğunu göstərir. Ata ha belə cənnət qapılarından biridir. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, ata cənnətin orta qapısıdır. İstəsən o qapını qoru, istəsən itir. Hədisi Tirmizi rivayet etmişdir. Ey mömin, sənin atan sağdırsa, cənnət qapısı hələ üzərinə açıqdır. Sözünlə, davranışınla, biganəliyinlə o qapını sındırma. Atasını itirən insanın çəkdiyi ağrı həqiqətən təsəvvür olunmaz bir ağrıdır. Atanı itirən insan nə itirdiyini bir gündə başa düşmür. Günlər keçdikcə anlayır. Bu problemlə üzləşəndə, zəng edəcək kimsəsi olmadığını anlayanda, hər hansı bir sevincini bölüşəcək bir çiyin tapmadıqda, bir məsləhətə ehtiyac doyanda, kaş atam sağ olaydı deyəndə anlayır. Atasını itirən insanın qəlbində sönməyən bir boşluq yaranır. O boşluğu nə pul doldurur, nə dost, nə də bir dünya neyməti. Rasulullah sallallahu aleyhi və səlləm yetim idi, əziz müsəlmanlar. Atanın yoxluğunun ağrısını bilirdi. Ona görə də buyurdu ki, valideynlərin razılığı Allahın razılığıdır. Qəzəbi isə Allahın qəzəbidir. Hədisi Tirmizi rivayet etmişdir. Ataya asi olmağın aqibəti həqiqətən ağırdır. Ey insanlar, ataya asi olmaq, onun qəlbini qırmaq kiçik günah deyil, böyük günahdır. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, böyük günahların ən böyüyü Allaha şərik qoşmaq və valideynə asi olmaqdır. Hədisi Buxari və Müslim rivayet etmişdir. Düşünün, ata gecələr sənin üçün yatmadı. Ata sənin üçün öz arzularını fəda etdi. İndi isə sən bir sözlə, bir laqeydliklə onun qəlbini sındırırsan. Ey atası dünyasını dəyişmiş müsəlman bacı və qardaşlarım, bilin ki, ata ilə olan əlaqə ölümlə bitmir. Rasulullah sallallahu aleyhi və səlləm buyurur ki, insan öldükdən sonra əməli kəsilər, yalnız 3 şey qalır. Sədəqə-i cariyə, faydalı elm və onun üçün dua edən salih övlad. Hədisi Müslim rivayet etmişdir. Atan üçün dua et, onun adından sədəqə ver, onun qəbrini nurla doldurulacaq şey sənin onun üçün etdiyin dualarındır. Əgər atan sağdırsa, bugün onun əllərindən öp. Bugün ona səni sevirəm denən, bugün onun könlünü al. Çünki sabah çox gec ola bilər və sən də kaş deyənlərdən ola bilərsən. Allah bizləri valideynlərinə qarşı xeyirli olan övladlardan etsin.